İnsan eləyənməz təh yaşasın. Çünki təh yaşamaqlıqda həm zəf-i cismisi var, həm zəf-i fikrisi var. Vaxtı duçarı zəf-i cismi və fikridir, mənası budur ki, bu eləyənməz öz müşkülatını təhliyə həll eləsin. Və eləyənməz fəqət bir fikri vahid olsun. Bir də deyirsən, bu sözüm 1 milyon nəfərin fikridir. Bir də deyirsən, bu fikr, bu iş bir nəfərin fikridir. Hansı həqiqətə yoxundur? 1 milyon nəfərin fikri ya bir nəfərin fikri? Ya Allah, çox çətin məsələdir. Təbiətən o 1 milyon nəfərin fikrinin xətası azdır. Bəli, onun ki, xəta olar. Bəli, xətası azdır. Amma bir nəfərin fikrində pörəz xətadır. Əzəl cismi də həmindir. Xob, indi sən oldun nəccar. Baqqal da ola bilərsən, ahəngər də ola bilərsən, dühdür də ola bilərsən, mühəndis də ola bilərsən. Hezaran şoğlu. Eləyə bilərsən. Sən fəqət camiyə bir iş görə bilərsən. Camiyə də sənə milyonlar iş görər.